Rezde filminə gedirik. Chainsaw Man'ın Rezde filmi artıq sinemalardadır. Mən də təbii ki, Park Sinemada Japonca dublaja Türkçə altyazı ilə izləməyə getdim. Öz dostlarımı da götürdüm və oradakı obrazlar kimi geyindik. Ağ köynək, qara şalvar və qalstukumuz. Ondan sonra isə Park Sinemaya getdik. Park Sinemada qeyd etməliyəm ki, səhər seanslarının bilet qiyməti 5 manatdır, digər seansların isə 9 manatdır. Əgər Japonca izləməyə gedəcəksinizsə, Japonca izləyəcəyiniz seansların hamısı 3D'dir. Ona görə mütləq şəkildə ya özünüzlə 3D eynəklər götürməlisiniz, ya da orada 1 manata satılır, onu ala bilərsiniz. Film 16 yaş və yuxarılar üçündür. Ümumiyyətlə, əgər 16 yaşdan balacasınızsa, getmənizi tövsiyə eləmirəm. Getməmişdən qabaq mütləq ilk sezonu təkrardan izləyin, çünki bəzi yerləri anlamaqda çətinlik çəkə bilərsiniz. Mənim izləyəndə ən çox bəyəndiyim hissə Rezenin rusca mahnı oxuması idi. İndi sizə o hissəni buraxıram. Gələn filmlərdə görüşənədək. После того, как мы прогуляемся по